Yəni hədisdə var, bir gün oruç tutsuz, qəbr əzabı sizdən götürülər. 2 gün tutsuz, siratın körpüsündən rahat keçərsiniz. 3 gün tutsuz, qiyamətin odu sizə haram. Bir gəldi İmam Sadiqə yaxınlaşdı. Dedi, ağacan, dedi, bəli, dedi, Rəcəb qutarır, hələ tutmamışam. 3-4 gün qalıb. İmam belə dedi. Dedi ki, sən bir cümlə deyim, dedi, buyur. Dedi, bilirsən nələrdən məhrumsan? Dedi, nə mənada? Dedi, o qədər məhrumiyyətin var neymətlərdən ki, onun sayını mələklər də bilmir, yalnız Allah bilir. Saysalar qutarmaz. Çox məhrum qaldın sən. Elə şeylər əlindən çıxıb ki, sənin hərzə xəbərin yoxdur. Həyif elədin sən. Ona görə Rəcəb ayı gəlir. Özümüzlə məşğul olalım. Özümüzü paklayalım.